Xəbər verdiyimiz kimi Türkiyənin Konya şəhərində keçirilən karate üzrə yeniyetmə və gənclər arasında Avropa birinciliyinə yekun vurulub. Yağırışda uğurla çıxış edən həmyerlərimiz artıq vətənə dönüblər. Birinciliyində uğurlu çıxış edən karateçilərimiz Heydər Əliyev adına beynəlxalq hava limanında böyük coşqu ilə qarşılanıblar. Xatırladaq ki, yarışda məşqçilər Anar Allahverdiyev və Şahin Xudaverdiyevin rəhbərliyi altında 18 idmançımız çempionluq uğrunda mübarizə aparıb. Yarışın nəticəsinə gəldikdə isə ümumilikdə belə götürəcək, Azərbaycan komandası üçün çox qənaətbəxş keçdi. 5 bürünc, 1 gümüş və 1 qızıl medal oldu. Mənim döyüşlərimdə isə mən qızıl medala layiq gördüm. Çox şükür olsun Allaha. Mən ümumilikdə 5 döyüş keçirdim və birinci döyüşüm İsrail döyüşçüsü ilə oldu. 3-2 hesabı ilə sona çatdı. Ardından isə Gürcü idmançısı ilə 4-1 qalib gəldim. Üçüncü döyüşüm isə Slovak döyüşçüsü ilə oldu. Bərabərə qaldığımız döyüşdə hakimlər məni seçdilər və 3-2 hesabı ilə qalib gəldim. Bundan sonra isə finala çıxış mərhələsində isə mən Montenegro idmançısını 4-1 qalib gəldim və finalda isə Rus idmançısını 2-0 hesabı ilə qalib gəldim. Çox sevindirici haldır ki, axır ki doğrudan da uşaqlarımız bizi sevindirdi. Bildiyiniz kimi bu gün bizim böyüklərdən ibarət olan komandamız dünyada favoritdir. Rafael Ağayev bilirsiniz ki, 1 nömrəli idmançıdır. Biz də istəyirdik ki, gənclərimiz, yəni onların ardıca gələn gənclərimiz öz nailiyyətlərlə bizi sevindirsinlər. Sağ olsunlar, böyük qələbədir, bizi çox sevindirdi uşaqlar. Bugün 7 medal ilə 1 qızıl, 1 gümüş və 5 bürünc medalla vətənə döndülər. Bütün Azərbaycan xalqının, yəni bunlar fəxridirlər. Çünki gələcəyimiz məhz gənclərlə bağlıdır. Mənə elə gəlir ki, bundan sonra da bizi onlar daha çox sevindirəcəklər. Qızların yarışında da komandamız uğurlu çıxış edib. 54 kiloqramda olan idmançıların mübarizəsində Aytac Əliyeva yalnız finalda uduzaraq gümüş medal qazanıb. Nəhayət bürünc medala isə Ülvi Qurbanov, Vəli Vəliyev, Nicat Abbasov, Sərxan Quluzadə və Asiman Qurbanlı layiq görülüblər. Qeyd edək ki, seçməmiz komanda hesabında da fərqlənib. Karatecilərimiz 44 ölkə arasında 6-cı yeri tutub.